Salam, hər vaxtınız xeyir olsun. Bugün baxırıq enerji mövzusunun izahına. İlk öncə enerji nə deməkdir? Enerji cismin iş görmə qabiliyyətini xarakterizə edən skalyar bir fiziki kəmiyyətdir. İş görmə qabiliyyəti, yəni biz iş gördüyümüz zaman biz enerji sərf edirik. Yəni biz iş görürük və o gördüyümüz iş enerjimiz sərf olunur bax o gördüyümüz işə. Bu da yəni biz əgər iş görürüksə də bizim enerjimiz azalır. Enerjimizin azalmasının səbəbi bizim gördüyümüz iş olur. Enerjini biz E hərfi ilə işarə edirik. Skalyar bir fiziki kəmiyyətdir. Vahidi jouldur. Joulun C hərfi ilə işarə olunur. Əsas vahidlərlə yazsaq, kiloqram vuraq metr kvadratı bölək saniyənin kvadratı və bir digəri isə Newton vuraq metr şəklində də yaza bilərik. Biz enerjinin bir çox növü var. Məsələn, atomun enerjisi var, molekulların enerjisi var, daxili enerji var. Bu maddənin daxilinə aid olan enerjilərdir. Bizim indi öyrəndiyimiz enerji isə mexaniki enerjidir. Yəni mexaniki enerji o deməkdir ki, hərəkətlə bağlı olan enerjilərdən danışacağıq. Yəni cismin xarici sahəsinə aid olan enerjidən danışırıq. Yəni bunlardan biri də kinetik enerjidir. Kinetik enerji nədir? Cismin hərəkəti zamanı malik olduğu enerjidir. Yəni kinetik enerji hərəkətlə bağlı olan enerjidir. Skalyar bir fiziki cəmiyyətdir. Başlıq olaraq qeyd eləsək, ilk olaraq kinetik enerjini keçirik. Kinetik enerjimiz Kinetik enerjimiz də skalyar kəmiyyətdir. Skalyar kəmiyyətdir. Yenə Y hərfi ilə işarə edirik. Yenə enerjidə kimi vahidi jouldur və cismin enerjisi hər zaman müsbət skalyar kəmiyyət olur. Kinetik enerjinin Y ilə yazırıq. Kinetik enerjinin düsturu mv kvadratı bölək 2-dir. Yəni iş düsturundan gələn bir düsturdur bu kinetik enerjinin düsturu. Bunu iş mövzusunu keçdikdə, orada izah etdikdə bu düsturun hardan gəldiyi sizə tam aydın olacaq. Burada kinetik enerjimizin düsturlarına baxsaq, kinetik enerjimiz kütlədən və kinetik enerjimizin sürətdən asılıqlarını yaza bilərik. Kinetik enerjimiz kütlə ilə düz asılıdır. Sürət sabit olduqda, sürətlə isə kvadratik asılıdır. Kütlə sabit olduqda. Burada kinetik enerjinin düsturunda sürət və maxrəcə m yazsaq, olacaq m kvadratı v kvadratı bölək 2m. Biz bilirik ki, impulsumuz əvvəlki dərsdə keçdiyimiz kimi mv'dir. Yerinə yazsaq, olacaq p kvadratı bölək 2m. Burada verilənlərdən deməli, kinetik enerjinin bu düsturunda p kvadratı nə idi? P vuraq p'dir. Yəni, bölək 2. P-nin yerinə öz düsturunu yazsaq, alarıq ki, mv vuraq p bölək 2m. Burada m'lər ixtisar gedir, qalacaq pv bölək 2-yə. Deməli, biz kinetik enerjinin bu düsturlarını almış olduq. İndi bunların hər birini biz yazsaq, deməli, kinetik enerjinin hansı düsturlar oldu? V kvadratı bölək 2, P kvadratı bölək 2M və PV bölək 2. Bu düsturlarda asılıqları yazsaq, asılıqlar belə olar. Əgər bizdə
m-i sabit verirsə də, m-imiz sabitdirsə də, kinetik enerjinin sürətlə asılılıq deyəndə bu düstura baxırıq. Bu düstura baxırıq. Burada m-i sabit verirsə də, P ilə necə asılıdır? İmpulsla asılılığına baxaq əvvəlcə. Kinetik enerjimiz impulsla deyəndə m sabit olduqda bu düstura baxırıq. Kvadratik asılılığı verir və əgər bizdə kinetik enerjinin yenə impulsdan asılılığını soruşsa və v-ni sabit versə, o zaman bu düstura baxmış olarıq. Yəni necə asılıdır? Düz asılıdır. Yəni kütlə sabit verdikdə impulsla kvadratik asılılığı verir. Sürət sabit olduqda isə impulsla kinetik enerji düz asılılığı verir. Və burada kinetik enerjinin çevrə üzrə bərabər sürət hərəkətdəki düstura da yaza bilərik. Əgər v-nin yerinə biz omega r yazsaq, gətirib yazaq, kinetik enerjinin düsturunu da yerinə yazaq. Necə idi kinetik enerji? M v kvadratı bölək 2-yə. V-nin yerinə yazacaq m omega kvadratı r kvadratı bölək 2-ni vermiş olar və burada biz yenə omeganın yerinə öz düsturlarını yaza bilərik. 2pi-ni və yaxud da 2pi bölək t-ni yazaraq kinetik enerjinin tezliklə, periodla, bucaq sürətindən asılılıq düsturlarını da yaza bilərik. Yəni, bunu davamlı şəkildə yenə yaza bilərik. Bizdə çevrə üzrə bərabər sürətli hərəkətdə bizdə bir dənə qüvvə var idi. Yəni, mərkəzə qaçma qüvvəsi. Mərkəzə qaçma qüvvəsinin düsturu necə idi? F bərabərdir m-a-ya. Bizdə A-nın düsturu var idi. V kvadratı bölək r. Yəni, çevrə üzrə bərabər sürətli hərəkətdə təcili nə idi? V kvadratı bölək r. Gətirib yerinə yazsaq, m v kvadratı bölək r-i verəcək. Burada v kvadratı bölək r-i kinetik enerjinin öz düsturunda nəzərə alsaq, yəni bax bu düsturda v kvadratı, mv kvadratını alsaq, mv kvadratı bizə nəyi verəcək? 2y kinetiki vermiş olacaq. Gətirib yerinə yazsaq, mərkəzə qaçma qüvvəsi olacaq 2y kinetik bölək r-ə. Burada mərkəzə qaçma qüvvəsinin də kinetik enerjinin asılılıq düsturunu bu formada alırıq. Əlaqəni bu formada qura bilərik bu düstur vasitəsilə. Kinetik enerjinin dəyişməsini biz yaza bilərik. Bu dəyişimi əsasən biz əslində kinetik enerjinin dəyişməsini biz işdə keçirik. Yəni, kinetik enerjinin dəyişməsi işə bərabərdir. İndi onu gələn dərsimizdə öyrənərik. Kinetik enerjinin tapmaq, ümumiyyətlə, hər hansısa bir cəmiyyətin dəyişməsini tapmaq üçün onun son qiymətlə ilk qiymət arasındakı fərqdir. Yəni, əvvəlində delta işarəsi dəyişmədir. Yəni, kinetik enerjinin dəyişməsi bərabərdir. Kinetik enerjinin son qiyməti ilə kinetik enerjinin ilk qiyməti arasındakı fərqi verir. Yəni, bu dəyişən sürətli hərəkətdə mövcuddur. Bərabər sürətli hərəkətdə kinetik enerji dəyişmir. Yəni, bərabər sürətli hərəkətdə cismin kinetik enerjisi dəyişmir. Hərəkətdə kinetik enerji dəyişmir. Kinetik enerjimi dəyişmir. Yəni, sabit olaraq qalır. Çünki kinetik enerjinin düsturu nə idi? mv kvadratı bölək 2 idi. Orada v sabit olduqda, bərabər sürətli hərəkətdə v-miz sabit idi, dəyişmirdi. Kinetik enerji də dəyişmir, sabit olurdu. Bizdə mexanik enerjinin ikinci növü olan potensial enerjiyə baxaq. Potensial enerjimiz özü də iki cür olacaq. Əvvəlcə yazaq potensial enerji. Potensial enerjinin özündə iki növü var. İlk öncə cismin potensial enerjisi. Cismin potensial
enerjisi. Bax, əvvəlcə deyək görək potensial nə deməkdir? Potensial odur ki, yəni var olan enerjidir. Yəni hər birimizin potensialımız var ki, hər birimiz gedib imtahanda yüksək maksimum balı toplayaq. Yəni bunun üçün bizə nə lazımdır? İş görmək lazımdır. Yəni dərs oxumaq lazımdır. Yəni bu nədir? Potensial enerji var. Onu biz maksimum nəticəni hər birimiz görə bilərik. Yəni onu etmək üçün biz nə etməliyik? Bir iş görməliyik ki, öz dərslərimizi oxuyub oxumalıyıq ki, biz o balı toplaya bilək. Yəni o potensial hər birinizdə var. Və burada kinetik enerjini bizdə verirlər. Cismin potensial enerjisini biz əvvəlcə Y potensialla işarə edilir. Bərabər olur mgh-a. Cismin potensial enerjisi, cismin kinetik enerjisi hərəkət olduğu zaman var olurdu. Yəni cismin kinetik enerjisi o zaman var olurdu ki, cisim hərəkətdə olsun. Yəni cismin müəyyən bir sürəti olsun. Amma potensial enerji isə cismin hərəkət etməsinə ehtiyac yoxdur. Sadəcə olaraq cismin iş görmə qabiliyyətini göstərir ki, o işi görə bilərmi, ya bilməz. Yəni sadəcə olaraq onu sizə var. Yəni potensial enerji kinetik enerjidən fərqli olaraq hər zaman var. Yəni hər bir insanın, hər bir şagirdin, hər bir tələbənin həmin o potensial var ki, müəyyən bir işi görsün. Yəni o işi görmək üçün sən müəyyən bir vaxt ərzində, yəni bir səy ilə çalışmalısan ki, gözlədiyin nəticəyə nail olasan. Amma kinetik enerji də fərqli idi ki, sənin bir kinetik enerjinin olması üçün bir sürətin olmalıdır, bir hərəkətin olmalıdır ki, bizim kinetik enerjimizdə yaransın, olsun. Amma potensial enerjidə isə sükunətdə olduqda da var olur. Potensial enerji, məsələn, yer səthində olan bir cismimiz var. Bax, yer səthində olan cismimiz var. Bu da müəyyən bir hündürlükdə olan bir cisimdir. Bizdə bunun potensial enerjisini yaz dedikdə, burada verilən H, bax, M cismin kütləsidir, J sərbəst düşmə təcilidir, H isə cismin mərkəzindən olan hündürlükdür. Əslində, bax, bax, bu H hündürlük, cismin ağırlıq mərkəzindən olan hündürlük gedir. Yəni, cismin mərkəzindən, ağırlıq mərkəzindən yerə qədər olan hündürlükdür. Düzdürmü? Bax, buradakı H, bax, bu cismin ağırlıq mərkəzindən yerdən olan hündürlüyü gedir. Yəni, bax, H budur. Sadəcə olaraq bizə tapşırıqlarda cismi bizə ölçüləri nəzərə alınmır. Məsələn, ölçüləri nəzərə alınmayan cisim deyilir və yaxud da maddi nöqtə kimi baxırlar deyə, bax, bu cismin mərkəzindən olan hündürlüyü nəzərə alınmır. Əgər bizdə cismin ölçüləri nəzərə alınarsa da, cismin ağırlıq mərkəzindən olan hündürlüyünü götürürük. Məsələn, yer səthinə qoyulmuş bir cismimiz varsa da, bax, cisim bir yer səthinə qoyulubdur. Cismin potensial enerjisi var. Sükunətdədir, amma potensial enerjisi var. Çünki bu cismin yerdədir. Yerdə müəyyən bir bunun hündürlüyü var, yəni H hündürlüyü var. Bu cismin potensial enerji mgh-a bərabərdir. Yəni, hər birimiz, məsələn, bir dayanmışıq, potensial enerjimiz var. Artıq biz hərəkət etdiyimiz zaman o potensial enerjimiz çevriləcək kinetik enerjiyə. Təbii ki, biz burada potensial enerjinin də qrafiklərini çəkə bilərik. Potensial enerji kütlədən düz açılı olacaqdır. Əgər hündürlük sabit olarsa da, yəni eyni bir cisimdən söhbət gedirsə də, yəni sabit kütləli cisimdən söhbət gedirsə də, potensial enerji H-dan düz asılığı verəcək. Və burada biz gördüyümüz kimi cisim
J'dən də asılılığı verir. Yəni C sərbəst düşmə təcilindən də asılılığı verir. Və biz bilirik ki, sərbəst düşmə təcili ekvatorda başqa cürdür, qütblərdə başqa qiymətdə olur. Yəni J-nin qiyməti fərqli olur. Yəni qütblərdə daha böyükdür J-nin qiyməti, ekvatorda isə kiçikdir. Ona görə də biz qütblərdə və ekvatorda potensial enerjini hesabladıqda fərqli qiymətlər ala bilərik. Daha sonra isə ikinci isə yayın potensial enerjisidir. Yayın potensial enerjisi. Yayın potensial enerjisi yayın potensial enerjisini tutaq ki, biz yay götürsək, 2 dənə yay götürürük. Bu yayı F qüvvəsi ilə tətbiq etsək, bax bunun uzunluğu məsələn x qədərdir. Vaxt L qədərdir. Biz bu cismə müəyyən bir F qüvvəsi ilə təsir etdikdə bu yayı müəyyən qədər uzada bilərik. Yəni x qədər uzada bilərik və yaxud da əksinə müəyyən qədər bu yayı, yəni müəyyən qədər sıxa bilərik. Yəni burada hər iki halda cismin x qədər uzanıb və yaxud da x qədər sıxılması olur. Burada bir qüvvə sərf ediriksə də, deməli biz burada iş görürük. İş görürüksə də cismin hər iki halda sıxdığımız və yaxud cismi uzatdığımız zaman yayın potensial enerjisi olur ki, o da potensial enerjində Y potensial bərabərdir kx kvadratı bölək 2 ilə tapılır. Və yaxud da digər desək, f kvadratı bölək 2k və yaxud da fx bölək 2. Bunlar yayın potensial enerjinin düsturlarıdır. Gördüyümüz kimi yayın potensial enerjisi yayın uzanması və yaxud sıxılmasından, təbii ki də k-mız sabitdir, kvadratik asılılığı vermiş olur. Burada f-in f-in x-dən asılılığı düz asılılığı vermiş olur. Yəni bunu bu şəkildə yaza bilərik. Bax f-miz f elastiklik qüvvəsi x-dən biz öyrənmişik ki, elastiklik qüvvəsi kx-dir. Bu hardan gəlir? Düz asılığı verir k sabit olduqda. Bax burada bir düzbucaqlı üçbucaq alırıq. Bu fiqurun sahəsini tapdıqda isə bu fiqurun sahəsi bizə işə bərabərdir. Yəni bu fiqurun sahəsi nədir? Fx vuraq 2-yə. Biz burada gətirib yerinə yazdıqda isə, bax burada f-in yerinə bax bunu gətirib yazdıqda isə olacaq nə? K x kvadratı bölək 2-ni vermiş olur. Bax bu potensial enerjinin düsturunu buradan almış oluruq. Buna deyilir enerji. Enerjinin dəyişməsi bizə görülən işi verir. Yəni potensial enerjimiz var idi, o bizi işi vermiş olur və yaxud da iş potensial enerjini vermiş olur. Burada bir dənə yanlış məqam var ki, yayı uzatdığımız zaman və sıxdığımız zaman iş görülür. Amma bizə deyirik ki, yayı uzatdığımız zaman potensial enerjisi artırsa da, yayı sıxdığımız zaman yayın potensial enerjisi azalır. Əslində bu doğru deyil. Yayı sıxdığımızda da və uzatdığımız zamanda da müəyyən bir iş görülür. Bu yayın potensial enerjisidir. Yəni istənilən anda yayı sıxdıqda da, uzatdıqda da yayın potensial enerjisi artmış olur. Daha sonra tam enerjiyə. Tam enerji adında da məlumdur ki, cismin tam bir enerjisidir. Tam enerji ayağında Y tamla işarə olunur. Tam enerjisi cismin
kinetik enerjisi ilə cismin potensial enerjisinin cəminə bərabərdir. Əgər biz burada kənar təsirlər nəzərə alınmırsa da, yəni havanın müqavimət qüvvəsi nəzərə alınmırsa da, tam enerji həmişə sabit qalır. Tam enerji dəyişməz qalır. Tam enerjimiz dəyişmir. Əgər digər təsirlər nəzərə alınmadıqda, yəni havanın müqavimət qüvvəsi nəzərə alınmadıqda, cismin tam enerjisi dəyişməz qalır. Məsələn, yer səthində bir cisimimiz var. Biz bu cismi müəyyən bir V0 sürəti ilə yuxarı atdıqda, yəni bax biz bu cismi maddi nöqtə kimi götürək. Yəni ölçülər nəzərə alınmayan bir cisim götürək. Çünki ölçülər nəzərə alınan cisim olsa, başlanğıc vəziyyətdə onun potensial enerjisi dedik var. Amma maddi nöqtə kimi baxdıqda onun ölçüləri nəzərə alınmır və başlanğıcda yer səthində olur, H yoxdur. Yəni yer səviyyəsi odur ki, yəni 0 səviyyəsi, yəni hündürlüyümüz 0-dır. Yerdən atdığımız zaman bu cismin potensial enerjisi 0 olur. Amma müəyyən bir V0 başlanğıc sürəti ilə olduğuna görə onun kinetik enerjisi olur. Kinetik enerjimiz isə mv0 kvadratı bölək 2-li bir enerjiyə məlumdur. Tam enerjimiz nəyə bərabərdir? Kinetiklə potensialın cəminə. Burada potensialımız 0 olduğundan tam enerjimiz kinetik enerjiyə bərabər olur. Yəni bu düzdür. Yəni mv0 kvadratı bölək 2-yə bərabər olur. Yəni burada kinetikin bu maksimum qiymətidir. Yəni bu da kinetikin maksimal qiymətinə bərabər olur. Məsələn, ikinci halda biz cismi gətirib bura çatdıqda burada cismində yenə bir V sürəti olacaq. Deməli, bu müəyyən bir hündürlükdə olduğuna görə həm bunun kinetiki, həm də potensial enerjisi var. Yəni, kinetik enerjisi nə edir? V kvadratı bölək 2, yəni bu kinetik enerjisidir. Həm də bir potensial enerjisi var. Yəni, mgh. Bu da potensial enerjisi. Yəni, müəyyən bir H hündürlüyünə qaldırdığımız zaman. Burada bu cismin tam enerjisi nəyə bərabər idi? Tam enerjisi kinetiklə potensialın cəminə. Yəni, tam enerji bərabərdir. Y tam plus Y potensial. Yəni, mv kvadratı bölək 2 üstə gələk mgh-a. Bax, buradan baxırıq ki, cismin yerdə olan tam enerjisi mv kvadratı bölək mv0 kvadrat bölək 2-dir. Müəyyən bir hündürlükdəki isə mv kvadrat bölək 2 plus mgh-dir. Biz dedik ki, tam enerji dəyişmir, sabitdir. Hansı vəziyyətlər olursa olsun, cismin tam enerjisi sabitdir, dəyişməz qalır. Yəni, burada tam enerjilər bir-birinə bərabərdir. Yəni, bax, bu birinci hal buranı, ikinci hal buranı götürsək, birinci halda da bərabərdir, ikinci haldakı tam enerjilərə. Bunu yazılı olaraq düstura bərabər götürsək, olacaqdır mv kvadratı bölək 2 üstə gələk mgh bərabər olur mv0 kvadratı bölək 2-yə. Bax, bu bizə enerjinin saxlanması qanununu verir. Bizdə enerjinin saxlanması qanununu verir. Yəni, əvvəldə kinetik enerjimiz var idi, sonra da çevrildi, həm kinetik oldu, kinetikimiz 0 olmadığı üçün, həm potensialımız oldu. Və növbəti cisim həmin vəziyyətində dayanmır. Burada müəyyən bir ani qiymətdə cisim dayanmır və V sürətlə gəlir, ta ki, lap yuxarıda cismin başlanğıc bu gəldiyi sürəti 0-a bərabər olduğu an, bax, bu başlanğıc sürəti 0 olduğu an, bu halda cismin nə olur? Maksimal hündürlüyə qalxır. Maksimal hündürlüyə qalxdığı zaman cismin potensial enerjisi maksimum olacaq, mgh maksimuma və cismin kinetik enerjisi isə 0-a bərabər olacaqdır.
kinetik enerjimiz sıfıra bərabər. Deməli, bu halda cismin tam enerjisi mgh maksimuma bərabər olur. Potansiyel kinetik enerjimiz sıfır olduğundan. Bu da sabitdir. Yəni hansı burada da yenə tam enerjidir. Buradakı da tam enerjidir. Burada da tam enerjidir. Hər bir halda cismin tam enerjisi bir-birinə bərabərdir. Və enerji çevrilməsi bu şəkildə ifadə olunur. Yəni mv kvadratı üstəgəl mgh bərabər mv0 kvadratı bölək 2-yə. Burada yanlış bir ifadə var ki, tam enerji heç nədən asılı deyil. Əksinə tam enerji ani qiymətlərdən asılı deyil. Yəni bax, cisim bu vəziyyətdə gəlib bax bu v sürətlə bura gəlib çatdıqda bu ani hündürlükdür. Yəni cisim bu vəziyyətində burada qalmır. Ani olaraq biz onun şəkil olaraq göstəririk. Yəni cisim buradan keçdi. Burada müəyyən bir h hündürlüyündədir. Yəni burada bu dayanmır. Yəni başlanğıc qiymətlərdən asılı olur. Yəni biz v0 sürətlə atırıq. Cismi nə qədər böyük sürətlə atırıqsa da daha böyük kinetik enerjilə atmış oluruq, tam enerji böyük olur. Və daha böyük sürətlə atdığımıza görə cisim daha böyük hündürlüyə qalxacaq və yenə də tam enerjimiz böyük olacaqdır. Yəni cismin tam enerjisi ani qiymətlərdən asılı deyil. Ani qiymətlərdən asılı deyil. Yalnız başlanğıc qiymətlərdən asılıdır. Yəni cismin tam enerjisi başlanğıc qiymətlərdən asılıdır. Yəni V-dən necə asılıdır? Kvadratik asılı olur. Yəni cismin sürəti nə qədər böyük idisə də tam enerjisi də o qədər böyük olur. Cismin kinetik tam enerjisi atılan anda nə qədər olursa da maksimal hündürlükdə də tam enerjisi o qədər olur. Bizdə bu qrafik yox da bizdə potensialla kinetiklə potensial arasında belə bir düstur qrafik yaza bilərik. Baxın, burada kinetik enerjinin potensial enerjinin asılılığını atılan anda kinetik enerjisi maksimumudur. Yerə dəyən anda da isə potensialı maksimum olur. Bax, buradakı bu maksimal qiymət cismin tam enerjisi adlanır. Buradakı maksimal qiymət cismin tam enerjisi. Amma ani qiymətlərində burada bir kinetik enerjisi var. Burada da cismin bir potensial enerjisi var. Burada cismin tam enerjisi bərabər olur kinetiklə potensial enerjinin cəminə. İndi biz burada baxırıq digər tapşırıqlarımızın izahına.